Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə. Bütün izləyicilərə salam deyirəm. İslamlıq və tühlüğün 6-cı hissəsini başlayırıq. Çox xoşluram. Sözlərin başlanğıcını bu bölümdə Həzrət Əlidən Mədini Faziləyə uyğun olaraq mütəbərrik eləyəm. Ramazan ayının 21-ci günü o Həzrətin şəhadət günüdür. Bu günü onu istəyənlərə, onun yolunu gedənlərə təsliyyət deyirəm. Allahdan istəyirəm, bizi o Həzrətin sadiq, xalis yolunu gedənlərdən eləsin. O Həzrət belə buyurur. Yustədəllu ələ idbari duvəl və ərbəin. Dövlətlərin paramparçalaşmasına, dağılmasına 4 iş kifayət elər. Təzyi'ul usul, kökləri dammaq, aradan aparmaq. Ət-təməssük bil furu, budaqlardan yapışmaq. Təqdimul ərazil, fasid ilə, dayaz, əskik adamları qabağa salmaq. Və təxirul əfazil, fəzilətli, dərin, dolu, savadlı adamları arxaya salmaq. Mənim əzizlərim, ərəbdə bir məsəl var, deyir, tu'raful əşya'u bə'əzdadaha. Bir şeyi ziddi ilə tanımaq olar. Mədinə-i Fazilənin ziddi, Farabinin Ara'u Əhlil Mədinətil Fazilə kitabında 4 Mədinədir. Birincisi Mədinə-i Cahilə, ikincisi Mədinə-i Fasiqə, üçüncüsü Mədinə-i Mübəddilə ya Mütəbəddilə, dördüncüsü Mədinə-i Zallə. Mədinə-i Cahilə cəhlidən gəlir. Yana bilməyən, elmi yox, nəyə? Səadətə. Mədinə-i Fazilənin amacı səadətdir. Səadət yanı millət aramışdə, asayişdə yaşayalar. Adından bəllidir. O Mədinədir ki, gerçək səadəti tanımır, bilmir. Onu səadətə yönəldəsən də, yürüdəsən də orada nə qalacaq, nə də ona iman gətirəcək. Yaşayışığının təhcə amacı yeməkdir, içməkdir, şəhvətini sürməkdir. Öz kimliyini onun ardında getməkdə görür. Mədinə-i Cahilənin, Farabinin baxışığında özünə görə çeşitli bölümləri var. Mədinə-i Zəruriyyə, Bəddalə, Əl-Xissə, Kəramətə, Təqlibiyyə və sair mədinələr ki, biz bu bölümdə onları açıqlamırıq. Zərurəti yox. Mədinə-i Fazilədə elm var, alimin hörməti var, müəllimin ehtiramı var. Yuxarı zirvələri elmili, ziyalı adamlardan ötürü görüblər. Mədinə-i Fazilədə elmidən ən bahalısı yoxdur. Önəmlisi yoxdur. İkinci Mədinə-i Qeyri-Fazilə Mədinə-i Fasiqədir. Feskidən gəlir, fəsaddan gəlir. Fasik pisliyi, rəziləti bilə-bilə, tanıya-tanıya görür. O Mədinədir ki, səadətin yolunu tanıyır, amma davranışığı Mədinə-i Cahilənin adamları kimindir. Yəni Mədinə-i Fasiqədə təzvir, riya, ikiyüzlülük, neçəüzlülük at çapıb hökm sürür. Əxlaqiyyat paltarı bunların əynində yoxdur. Adamlar Mədinə-i Fasiqədə əxlaqsızdılar. Adamlar Mədinə-i Fasiqədə neçə üzlüdülər, neçə qiyafələri, neçə qafaları vardır. Tanımaq çox çətindir. Mədinə-i Fazilədə tərsəsi sədaqət, düzlüklə sadəlik hökm sürür. Rəislə mər'usun arasında Mədinə-i Fazilədə gizlin bir sır yoxdur. Üçüncü Mədinə-i Mütəbəddilə ya Mübəddələ ya dəyişilmiş. Ərəbi kələmədir, bədəldən gəlir, dəyişilmək, dəyişilmiş. O istihalə olmuş bir Mədinədir ki,
Orada adamlar kimliyini bilər bilməz unudublar. Çalışmaları, hüviyyətlərini tanımaqda çaşıblar. Özgə hüviyyətlərə qulluq edərlər. Mükəmməl durumda dəyişiblər. Fasid düşüncələrin örtüyündə, donunda yaşayırlar. Manqurt olub, nacaq kimi, balta kimi öz kimliyini kəsiblər və kəsirlər. Köklərini dorğuyub, budaqlarını da bıdıyırlar. Özgənin çırağına yağ olub yanırlar. Səhənd Şəhriyara demişkən, özgə çırağına yağ olmaq. Özgə çırağına yağ olmaq bəsdir. Doğma ellərimiz qaranlıqdadır. Yanıb yandırmayaq yadın ocağın. Evimiz soyuqdur, qışdır, şaxtadır. Demirəm yanmayaq, alovlanmayaq. Neynəsin yazıq pərvanə? Yanmayaq vəfasız yarın oduna. Yanaq elimizə, yanaq vətənə. Mevlana demişkən, همچو شیری صید خود را خویش کن ترک eşvey əcnəbi خویش کن ovunu şirlər sayaq ovla özün özgədən ta güdməsin pay gözlərin در زمین مردمان خانه مکن کار خود کن کار بیگانه مکن qeyri qoymaz sənə yaxsın həna tikmə qeyrin torpağından sən bina. Bir alienasyona düşüblər, özgələrə ev tikərlər. Elinə olublar, özgənin meydanında oynayarlar. Gedib özgə dillərə fərhəngi lüğət, dəsturu zəban yazarlar. Öz dillərindən danışmağa utanarlar. Özlərini ucuz satıb qiymətlərini bilmirlər. Qiyməti hər kalı midani که چیست قیمت خود را ندانی احمقی است صد هزاران فضل داند از علوم جان خود را می نداند آن ظلوم. Belə bir adamlar Farabinin düşüncəsində Mədinə-i Fazilənin düşmənləridirlər. Dördüncü Mədinə-i Qeyri-Fazilə Mədinə-i Zallədir. Yolu azmış Mədinədir. O Mədinənin Zallə ərəbi kəlmədir. Yəni yolu azmış. O Mədinənin başçısı hökm sürəni hər zaman bu təvəhhümdədir ki, ona vəhy olur. Yuxarı aləmlə ilgisi var. Hər nə qərar verir, yuxarı aləmdən vasitəsiz alır. Ona gizlin əllər adam İsmit demişkən yardımcıdır. Bu toplumun başçısı yalancı peyğəmbərdir. Farabi belə deyir. Milləti dələdüzlüklə, aldatmaqla, yalanla, vəhmidə saxlamaqla yünəldir. Onun hünəri budur. Ona kimsə etiraz edəməz, eləyə bilməz. Niyə ki, ona etiraz Allahla döyüşə girməkdir. O Mədinədə səadət yoxdur. Bu aləmdə yoxdur, ələ gəlmir. O birisi aləmdə səadət var. Adamlar yaxçı ölməyə düşünməlidirlər, yaxçı yaşamağa yox. Hər nə bərnamə tökülməlidir, o aləmə gərək, bu aləmə yox. Bu Mədinənin şahları, başçıları Mədinə-i Fazilənin başçıları ilə düşməndilər. Farabidən soruşsanız, o deyəcək, belə bir toplum Mədinə-i Fazilə olanmaz, ola bilməz. Səadət bacasından baxanmaz, kotalığı dadanmaz. Farabi Āra'u Əhl-i Mədinətil Fazilə kitabının sonunda ədalət qavramına işarə eləyir. Ədalət qavramı özünə görə bir fəzilətdir. Bütün fəzilətləri onunla bəzəyərlər. Fəzilətlərin anasıdır.
به زیورها بیارایند وقتی خوب رویان را، تو سیمین تن چنان خوبی که زیورها بیارایی. Ədalət qavramı elə gözəldir ki, hər fəziləti onunla bəzəmək olar. Farabi deyir, ədalətin kökünü fərdi mənfəət, fərdi məsləhət aradan götürə bilər. Bir də qorxu. Qorxu olmamalıdır. Heç bir zaddan qorxmamalıdır. Bu fikri nizamda, belə bir yığcamlı sistemdə fərdi məsləhətin, fərdi mənfəətin yeri yoxdur. Mədinə-i Fazilədə milli mənfəət, milli məsləhət var. O da Qurultaydan keçir. Sözün sonu bu hissədə budur. Farabi bir türk, müsəlman, filsuf olaraq səadətə çatmaq üçün ən birinci utopiyanı Türkün məfkurəsində İslam aləminə yazıbdır. Orada məqsəd Mədinə-i Fazilədir. Mədinə-i Faziləni qurmaqdır. Mədinə-i Fazilə həmən Qızıl Almanın mərifəti təməlləri qaynaqlarıdır. Hakimə bir sıra sifətlər, Mədinənin əhlinə də bir sıra sifətlər sayır. Mədinə burada həmən toplum ya camiədir. Əgər onun düşmənlərini 4 sahələrdə cahilə, fasiqə, mütəbəddilə, zallədə aradan götürməsəz, Mədinə-i Fazilə qurulmaz. Gördüyünüz kimi, Mədinə əhli ilə Mədinə rəisinin arasında ilgi rəis o mərusdur. Biri başdadır, o birisilər o başdan təbəyyət edir. Başçının sözünə baxır. Rabitə, ilgi rəis o mərusdur. Ərbabi o rəiyyəti yox. Çobanlıq, qoyunluq yox. Sözün bu bölümündə xoşluram bir qəzəllə Divan-ı Şəmsidən başa verəm. Bu qəzəldə Mevlana Şəmsi bir piri bilir ki, dəyişiklik axtarır. Bunun baxışığında bir tikan cənnət ola bilər. Məkanlar məkansız ola bilər. Bütün mədənlər onu görən kimin, onun cəmalını görən kimin özünü görsədir. Şəms Təbriz məktəbinin usarəsidir. Şəmsin usarəsi də eşqidir. Onu Mevlana'ya bağışladı. مسلمانان چه باید گفت یاری را که صد فردوس می سازد جمالش نیم خاری را. مکانها بی مکان گردد، زمینها جمله کان گردد، چو عشق او دهد تشریف یک لحظه دیاری را. خداوندا زهی نوری، لطافت بخش هر حوری، که آب زندگی سازد ز روی لطف ناری را. چو لطفش را بیفشارد هزاران نوبهار آرد، چه نقصان گر ز غیرت او زند برهم بهاری را. جمالش آفتاب آمد، جهان او را نقاب آمد، ولیکن نقش کی بیند به جز نقش و نگاری را. ز شمس الدین تبریزی منم قاصد به خون ریزی، که عشقی هست در دستم که ماند ذوالفقاری را. Şəms Dindən mənim əlimdə bir Zülfəqar var. O Zülfiqarın adı da eşqidir. Gəlmişəm ondan qan tökəm. Sağ olasız, gələn görüşə qədər.